Xoş gördük əziz dinləyicilər. Bu günləri Ukrayna-Rusiya müharibəsinin demək olar ki, 2-ci Dünya müharibəsində Almaniya və Rusiya arasında olan müharibənin zamanını ötdü. Amma məhz 1941-ci ildə Rusiyaya hücum edən Almaniya Moskvaya qədər gəldi və Rusiya ordusu, SSR ordusu isə 9 mayda qələbə çalaraq müharibəni bitirdi. Hardan haraya? Amma bu günləri Ukrayna-Rusiya müharibəsində olan vaxt dilimi isə 2-ci Dünya müharibəsinin də vaxtını ötdü. Amma hara qədər? Cəmi cümlətanı Rusiya sərhəddinə yaxın olan 40 kilometrdə müharibə gedir 4 ildir və Rusiya ordusu bu palçığın içində batdıqca da batır. Amma sizə ikinci bir məlumatı vermək istəyirəm, çox maraqlı bir məlumatdır. Bu günləri statistika ortaya çıxıb ki, Ukrayna-Rusiya müharibəsində Rusiya respublikaları içində olan muxtar respublikalar içində ən çox itki verənlər siyahısı çıxıb bizə və ən çox itki verənlər siyahısında birinci yerdə kim olsa yaxşıdır? Dağıstan, ikinci yerdə Buryatiya, hansı ki Sibir tərəfdədir, Buryatiya, üçüncü yerdə Osetiya və dördüncü yerdə Çeçenistan. Rusiya müsəlmanları qırır, Rusiya Qafqazları qırır, bəzən bu İran trolları da var ki, taxtabitiləri ki var, hətta Putinə az qala imam adı qoyarlar. Budur. Güya müsəlmanlara dəstək verən Putin bugün müsəlmanları demək ki, Rusiyada tamamilə qırıb. Baxın, Dağıstanın çox az əhalisi, 3 milyon əhalisi, yaxın əhalisi var, birinci yerdədir. Siz təsəvvür edin. Demək olar ki, Rusiya və Putinin siyasəti o muxtar respublikaları tamamilə məhv edir. Osetiyanın nə qədər xalqı var ki, sən onu qırasan. Çeçenistanda nə qədər əhali var ki, sən onu qırasan. Baxın, bu bugünkü olan statistikadır. Amma qəhrəman Ukrayna ordusu isə Rusiyanın həqiqətən çıxılmaz vəziyyətdə qalıb. Və bugün dünyada vəziyyət necədir Rusiyaya qarşı? Bu günləri İngiltərədə olan bir deputat, belə deyə, parlament üzvü də bildirib ki, Maduronu Amerika uğradığı kimi Putini də uğramaq lazımdır. Onu məhv etmək lazımdır, onu uğrayıb aparmaq lazımdır. Bugün Rusiyanın apardığı 4 illik müharibə nəticəsində bugün Rusiyanın və Putinin demək olar ki, heç bir siması və heç bir sifəti qalmayıb. Və Amerikanın Venezuela müharibəsindən sonra, bu Venezuela çıxarmasından sonra demək olar ki, səsləri kəsilib və onu da sizin nəzərə çatdırım ki, bugün Rus trollarının da nəfəsi kəsilib və onları da heç yerdə görmək olmur. Məhz Amerikanın Maduronu uğraması və 5 dənə də Rusiya tankerini uğraması Rusiyaya mən elə fikirləşirəm ki, ən ağır zərbədir. Ona görə də bu günləri xotlayıb o baş nazir olan Medvedevi, yəni içkidən ayılmayan Medvedevi ortaya atıblar və Medvedevin dili ilə danışdırırlar və bildirirlər ki, belə getsə biz Areşnik apız. Aşağı, bütün silahlarını sən Ukraynada yoxlamısan. Ukrayna xalqı artıq sənin Areşniklərini də, İskəndərlərini də, Xıncalını da, X-101 hamısı görüb mənim imkanın varsa ata bilirsən atomat, onu da ata bilməyəcəksən. Ona görə bu günləri həqiqətən Rusiya fiyaskoya uğrayıb, Putin tamamilə öz simasını itirib deyə bilərik ki, və məntiqi nəticə də ondan ibarət ki, böyük ehtimalla Trumpın bildirdiyi, Trumpın məhz təşviq etdiyi o atəşkəsə də razılaşmaq zorunda olacaq. Əgər razılaşmasa da demək ki, onu məhv etməkdir. Təşəkkür edirəm.